təmashkarlar, hər birinizi xoş gördük. Və bugün ikinci gündür. Yeni çərşənbənizi təbrik edirəm. Və sizinlə ənənəvi olaraq həftənin 2, 4 və 6-cı günlər üçün yayımlarımız hansı ki canlı yayımlarımızdır və bu yayımlarla bağlı növbəti yayımımızı məktəblərimizdə qiymətləndirmə sisteminə əsr eləmişik və sizdən xahişim canlı yayımı paylaşın, müəllim yoldaşlarınıza göndərin, bəyənin. Bizim hal-hazırda aprel qruplarına direktor müavini, uşaq birliyi rəhbəri, kitabxanası olmaq istəyənlər üçün qeydiyyat gedir. Qeydiyyat olmaq istəyənlər 050 672 59 11 nömrəsini əlaqə saxlasın və burada telefon nömrəsi var və eyni zamanda hal-hazırda işləyən məktəb direktoru, direktor müavinləri ki, praktik olaraq tədris prosesini tənzimləyən normativ sənədlər və onların tətbiqi, praktik tətbiqi sənədləşdirməsi ilə bağlı aprel qruplarına qeydiyyat gedir və xüsusilə də yeni təyin olunan məktəb direktorları, məktəbşünaslığı daha dərindən öyrənmək istəyən yoldaşlar da 050 672 59 11 nömrəsini əlaqə saxlaya bilərsiniz. Bilirsiniz ki, həftənin 2-4 şənbə günləri biz 21:00-da burada sizinlə birlikdə təhsillə bağlı məsələləri müzakirə edirik və demək, burada əsas sizin aktivliyiniz şərtdir və sizin aktivliyiniz isə təhsildə baş verən neqativ halları biz müzakirə edirik və sizdən istədiyimiz demək, demək, canlı yayımı bəyənin, paylaşın. Biz də demək, Facebook və WhatsApp qruplarında yayımı paylaşdıktan sonra sizlə bugünkü məktəbdaxili qiymətləndirməni müzakirə edəcəyik. Azərbaycan məktəbini və Azərbaycan müəllimini nüfuzdan salmaq istəyənlər kimlərdir? Onlardan danışacağıq. Eyni zamanda müasir metodist layihəsindən danışacağıq və düşünürəm ki, demək, hər birimiz təhsildə baş verənlərə belə soyuq yanaşmayaq. Çünki oturub təhsil hər birimizin qapısını döyən, hər birimizin evimizdə gündəlik müzakirə olunan məsələdir və hər birimiz də bu məsələdə daha real yanaşma tərzinə malik olmalıyıq. Sizin fikirləriniz nədir? Məktəbimizi pul yığan yerə, müəllimimizi pul yığan şəxsə çevirən kimlərdir? Kimlər demək, maraqlıdır? Gəlin bunlardan danışaq bir yerdə. Mən də Facebook qruplarında artıq paylaşdım. Siz də paylaşın. WhatsApp qruplarında da paylaşaq. Ondan sonra başlayaq müzakirənin mövzusuna. Maraqlı mövzularımız var, söhbətimiz var bugünə. Amma ən maraqlısı isə yəni sizin fikirlərinizdir. Düşünürəm ki, bu məsələyə. Eyni zamanda bu videolar indi canlı yayın bitdikdən sonra Elşən Qafarov Tam TV kanalında da demək yayımlanacaq, orada da yerləşdiriləcək. Facebook'dan baxa bilməyənlər YouTube'dan da eyni qaydada həftənin 2, 4, 6-cı günü saat 10:00-da 10:00-da
oradan da qoşula bilərlər. Belə, mən artıq demək olar ki, paylaşımları bitirirəm. Belə, xoş gördük bir daha. Rəy bölməsində fikir yazmaqdan fikirlərinizi yazın və mən müzakirəyə başlayayım. Müzakirəyə başlayıram. Bizim məktəbdaxili qiymətləndirməmizdən ümumiyyətlə razısınızmı? Birinci sualı buradan qoyaq və nəzərə alsaq ki, bugün Azərbaycan məktəbini nüfuzdan salan əsas qiymətləndirmə mexanizmidir və düşünürəm ki, bu qiymətləndirmə mexanizmini dəyişmək heç kim istəmir. Və salam Fərqana xanım və demək Rahil Gözəlov yazır ki, 3 aydır təhsil texnologiyaları mərkəzi tərəfindən hələ də maaşımı ala bilməmişəm, mən hara müraciət etməliyəm? Təhsil texnologiyaları mərkəzinə təzə SOCAR-dan müavin təyin olunublar. Təhsil texnologiyalarının başı qarışıqdır. Hal-hazırda onlar bildiyiniz kimi demək müasir metodist layihəsi həyata keçirirlər. Bugün danışacağıq. Təhsil texnologiyaları mərkəzindən də danışacağıq. Sualları olanlar suallarını qeyd eləsinlər. Bir ilk sualımız budur ki, hal-hazırda ümumi təhsil məktəblərində qiymətləndirmə sizi qane edirmi? Bugünkü məktəbdaxili qiymətləndirmənin tarixinə bir balaca diqqət eləyək. Bilirsiniz ki, 2008-ci ildən yeni təhsil proqramları, kurikulumlar tətbiq olundu və biz keçən 17 il ərzində hələ də nə biz kurikuluma, metodikaya kurikulum dedik. Əslində təhsil proqramı tamamilə ayrıdır və bu təhsil proqramları Amerikanın New York ştatının kurikulumlarından kopyalandı və çox körtəbi şəkildə həyata keçirildi və bu kurikulumların həyata keçirilməsində ən böyük problemlərdən biri də yeni qiymətləndirmə modelinin tətbiqi oldu. Bilirsiniz ki, Sovet təhsil sistemində və ondan sonraki dövrdə bizdə demək 5, əslində 4 rəqəmli qiymətləndirmə vardı. 2 qeyri-kafi, 3 kafi, 4 yaxşı, 5 əla qiymət olurdu və illərlə biz bu sistemdə böyüdük. Amma eyni zamanda bizim ən böyük problemimiz isə demək yeni təhsil proqramlarının tətbiqində müəllimi deyək ki, kör qoymaq üçün, valideyni övladının təlim nailiyyətlərindən xəbərsiz buraxmaq üçün indiki qiymətləndirmə modeli tətbiq olundu. Təsəvvür edin, dəfələrlə mən demişəm, bunu mətbuatda da demişəm və canlı yayımlarımda da demişəm, yenə də deyirəm, həmişə də deyəcəm ki, bu qiymətləndirməni kim tətbiq etdiysə Azərbaycan xalqının dostu deyil, Azərbaycan xalqına xəyanət yolu tutdu, Azərbaycan xalqına xidmətdən danışmağa haqqı yoxdur. Bu qiymətləndirmə modeli doğrudur, bizim bu deyək ki, yeni təhsil proqramlarının bu şəkildə tətbiqi və ayrılmış o 18 milyon deyirlər, o vəsaitin darmadağın edilməsi bir yanadır. Bu qiymətləndirmə sisteminin tətbiq olunması Azərbaycan təhsilində böyük faciələrə gətirib çıxartdı və bu faciə bugün də davam edir. Və bunun içərisində illah ki də xüsusilə də dediyimiz bu formativ və summativ qiymətləndirmələr gəlir. Və nəticə etibarı ilə görün qiymətləndirmə özü nədir? Əvvəlcə gəlin bundan danışaq. Qiymətləndirmənin özündən danışaq və demək qiymətləndirmədən danışarkən siz ekranı bəyənin və paylaşın və digər müəllim yoldaşlarımız da gəlsin. Qiymətləndirmənin özünün mahiyyətindən biz danışanda gördük ki, qiymətləndirmə təhsildə
öyrədilmiş bilik və bacarıqların nəticəsidir, yəni nəticəsinin ölçülməsidir. Təhsilin tərifinə baxaq görək, təhsilin tərifi nədir? Təhsilin tərifində deyirik ki, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi və nəticəsidir. Və bu sistemlilik nədən ibarətdir? Birincisi, təbii ki, bilirik ki, təhsilin hər bir pilləsinə görə demək bizdə dövlət standartları qəbul olunur. Hər pillənin özünün dövlət standartları var. İkinci, dedik ki, biz burada demək dövlət standartlarından başqa təhsil proqramları, kurikulumlar qəbul olunur. Ölkədə maraqlı cəhət ondan ibarətdir ki, bax, dövlət standartlarını əvvəllər həm də təhsil proqramlarını Nazirlər Kabineti qəbul edirdi. Amma sonradan qaydalar dəyişdi. Dedi ki, təhsil proqramlarını Elm və Təhsil Nazirliyi, dövlət standartlarını isə Nazirlər Kabineti qəbul edir. Və bugün ümumi təhsildən danışırıq. Faciə bundan ibarətdir ki, ümumi təhsildə, demək, ümumi təhsildə ən böyük problemimiz hələ təhsili idarə edən şəxsin 10 ildən artıqdır ki, 12 ildir təhsil sistemində işləyir, hələ də təhsildən anlayışı yoxdur. Mən qayıdıb deyəndə ki, bu adamın psixoloji problemi var, bəzən deyirlər ki, mən belə deməm. Sonra bizim keçən görüşümüzdə Emin Əmrullayevin Source-dan aldığı vəsaitlə bağlı həmin prosesdə iştirak edən yoldaşlardan biri mənə demək irad bildirdi ki, siz 70 min manat deyirsiniz. O 70 min manat değildi. Orada 70 min dollar göndermişti. Source fondu həmin grantı Emin Əmrullayev tutdu və həmin 70 min dolların bəlasına düşüb Azərbaycan təhsili və görürsünüz, təkcə bir il ərzində LGBT, sonra digər o feminist qruplarına elə milyondan yuxarı hər il bu adam onlara grant ayırır. O 70 mini hər il 10 dəfəsin, 20 dəfəsin ödəsə də yenə də özünü borclu sayır. Amma Azərbaycan xalqı qarşısında hər hansı bir borclu olduğunu, məsuliyyət daşıdığını düşünmür. Və bugün Emin Əmrullayev istər əvvəlki 5 il müddətində Təhsil İnstitutunda direktor əvəzi olduğu müddətdə, istərsə də hal-hazırda 5 il təhsil naziri olduğu müddətdə, istəsəydi bu təhsildə, ən azı ümumi təhsildə vəziyyəti düzəltmək üçün ciddi addımlar atacaqdı. Çox heyif ki, bunları etmədi. Bu da onunla bağlıdır ki, etmək istəmir. Bu adam konkret həmin o 70 minin boyunduruğu altındadır. Təsəvvür edirsiniz, biz demişdik, Elnur Əliyev onu o vaxt cinayət məsuliyyətindən qurtardığı üçün Təhsil Nazirliyində bütün idarə etməni Elnur Əliyevə verib və özünü xaç atası kimi tanıyır onu. Elnur Əliyev Əmrullayevin xaç atasıdır və məsələnin digər bir tərəfi, mənəvi tərəfində bağlayıb ona həmin o 70 min dolları verən o fonda, hansı ki, bugün Amerikanın özü həmin fondla bağlı açıqlamalar verir ki, ölkələrdə vəziyyəti qarışdırmaq üçün bu fond, bir də üsait təşkilatı böyük işlər görür və məhz Source fondunun da əsas yetirmələrindən biri olan Emin Əmrullayev bugün təhsilimizdədir. Heyf, çox heyf. Yaxşı, qiymətləndirmə üçün dedik, sistemləşdirilmiş dövlət standartlarıdır, bir də təhsil proqramıdır. Emin Əmrullayevə niyə mən deyirəm ki, adamın təhsildən anlayışı yoxdur, qandığı qrafa yoxdur. Niyə deyirəm bunu? Və birincisi, axı təhsil sistemləşdirilmiş bilik bacarıqlarının, vərdişlərin mənimsənilməsi və nəticəsidirsə, onda sistemləşdirilmiş sözünün izahını verək. Təhsil, dedik ki, qanunvericiliyə uyğun olaraq, dövlət standartları, həmin dövlət standartlarına uyğun olaraq təhsil proqramları əsasında həyata keçirilir. Emin Əmrullayevə hələ çatmır. Bilirəm, bu videolar ona göstərilir. Əgər bu yayımızı da göstərəcəklərsə, ən azı onun yanındakılar onu başa salsın ki, Azərbaycan Respublikasında 5 ildir ümumi təhsilin təhsil proqramı yoxdur. Adamın başı qarşı Elnur Əliyevlə
təlimlərə, layihələrə, imtahanlara ümumi təhsil Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq olunmuş ümumi təhsilin dövlət standartları əsasında həyata keçirilməlidir. Həmin dövlət standartlarına uyğun olaraq hər bir səviyyə üzrə təhsil proqramları, kurikulumlar təsdiq olunmalıdır. Emin Əmrullayevin yadından çıxıb. Yadına salan da yoxdur, vaxtı da yoxdur ümumi təhsilin təhsil proqramını, kurikulumunu təsdiq eləsin. Çünki başı qarışıqda təlimlərə bilirsiniz, sezon başlayıb, layihələr, imtahanlar, artıq kenguru ilə bağlı təzədən tapşırıqlar gəldi. Bir ara mənim bu çıxışlarımdan sonra təhsil idarə etmə orqanları demişlər ki, elə eləyin ki, səs olmasın, narazılıq olmasın, məcburi olmasın. Görürlər ki, kenguruya qoşulan çox cüzi bir sayda var. Çünki hər il 100 min adam qoşulurdsa, heç 10 min adam qoşulmayıb. Təzədən təhsil yerli idarə etmə orqanlarına tapşırıqlar gedib ki, məktəb direktorlarına deyin, nə olursa olsun, çünki kengurunun vaxtında bir şey qalmayıb, 15-20 gün qalıb və təcili qeydiyyatdan keçsinlər ki, bu belə olmaz burada. Bu aslında deyil. Hər il bir layihədən bu adam 2 milyon bir təkcə pul götürdü. Fransadakı qonumlarına da orada ödəyirdi, amma hər halda özü də burada qazanırdı. Bax, reallıq bundan ibarətdir. Ölkənin təhsil naziri hələ başa düşmür ki, qanmır ki, qavramır ki, ölkədə ümumi təhsilin kurikulumu yoxdur. Yadınıza salım 2021-ci ili. Məktəbəqədərin dövlət standartları qəbul edilmişdi 2019-cu ildə. Və 2021-ci ilin may ayıdır, səhv eləmirəmsə. Yadınıza gəlirsə, o vaxt mətbuatda da belə bir demək yazı getdi ki, kurikulum ləğv olundu. Yəni məktəbəqədərin kurikulumu. Onu da bilərəkdən, yəni bu şoumendir. Yəni konkret olaraq şoumendir. Mən şoumen olmasa mən düşünmürəm. İnsan hansı ağlın yiyəsi olasan ki, Azərbaycanda dövləti, vətəndaşın verdiyi vergi hesabına formalaşan büdcənin, o cümlədən təhsil büdcəsini sən feministlərə, nə bilim, LGBT olan qeyri-hökumət təşkilatlarına peşkəş eləyəsən, qrant adı ilə verəsən və yaxud da ki, birbaşa feministlərin, LGBT-lərin piketində, tədbirində ən öndə sırada iştirak eləyəni gətirib yanında idarə rəisi və yaxud da rəis əvəzi təyin eləyəsən. Yəni, bu insan doğrudan da bu zümrənin adamlarla nə əlaqəsi var deyə bilmərəm. Özü də çox maraqlıydı. 8 martda layihələrlə bağlı şöbənin əməkdaşları, ümumiyyətlə maliyyə ilə bağlı əməkdaşları təltif eləyir. Yəni, bu insan bunu qavrayaraq mı eləyir, şuurlu şəkildə eləyir, yoxsa elədiyi bütün addımları Allah Taala bu şəkildə gətirib ifşa eləyir, gətirib çıxarır. Siz baxın, Təhsil Nazirinin səhifəsinə bir neçə gün bundan öncə, 8 martdan dərhal sonra, yoxsa öncə ki, Təhsil Nazirliyində maliyyə və layihələrlə bağlı əməkdaşlar nazir tərəfindən fəxri fərmanla təltif olundu. Niyə 8 martda? Yəni, onu deyə bilmərəm, amma onu bilirəm ki, bu insanın artıq belə adamı şübhələndirir, sözün əsl mənasında şübhələndirir. Və keçək məsələnin digər bir tərəfinə ki, 2021-ci ilin mayında o vaxt Təhsil Nazirliyində belə bir bütün saytlara kurikulum ləğv olunur. Bizim də Binəva müəllimlərin bir hissəsi kurikulum ləğv olunur, məktəbəqədərlə bağlı idi. Sonra saat 5-də də dedilər ki, məktəbəqədərin yeni kurikulumu, yəni təhsil proqramı təsdiq olunur. İndi 2019-cu ildə qəbul edilmiş məktəbəqədərin dövlət standartı üçün demək 3 il sonra, 2 il sonra daha doğrusu məktəbəqədərin təhsil proqramı təsdiq olundu. Ən azı Emin Əmrullayevin belə bir təcrübəsi var da, bilir ki, məktəbəqədər pillədə dövlət standartını Nazirlər Kabineti qəbul etmişdirsə, onun təhsil proqramında bu qəbul etməli idi. Düzdürmü? Yaxşı, bu Emin Əmrullayev necə biz başa salaq ki, təhsil belə idarə olunmur? 2020-ci ildə ümumi təhsilin dövlət standartı qəbul olunub, ümumi təhsilin təhsil proqramı hələ qəbul olunmayıb. Səbəb nədir?
Qoy Emin Əmrullayevin xaç atası Elnur Əliyev çıxıb desin, Təhsil İnstitutunun direktorudur da, baxmayın. İndi başını yenə deyirəm, qarşı burada layihələrə filan, indi qrant müsabiqəsi də gəlib. Zarafat deyil, 1.900.000 büdcəsi var bu ilki layihənin. Görək bu ilkinə nə qədər gəmirirlər. Və nəticə olaraq bu təhsil proqramlarının içərisində bir də təhsil proqramı kurikulum özü də bölünür, tədris planlarına, hansı ki, Əmrullayev hər il qol çəkir. Dəstənkənar məşğələlərə, hansı ki, o tədris planında qeyd edilir və özü 2022-ci ildə dəstənkənar məşğələlərin təşkili ilə bağlı əmr verir 1 sentyabrda. 529 nömrəli əmri var. Məktəbdən kənar proqramlar, dərnəklər, hansı ki, özü 2022-ci ilin 20 iyununda 382 nömrəli əmrinə dərnəklərin təşkilinə bağlı əmr verir. Və bir də fən kurikulumları var. Bu fən kurikulumlarını o təsdiq etməlidir. Eyni zamanda o fən kurikulumlarında olan 7 aspektdən biri də məhz qiymətləndirmədir. Bugün də biz qiymətləndirmədən danışırıq. Yayımı bəyənin və paylaşın, müəllimləri də dəvət edin və maraqlı cəhət odur ki, bugün Azərbaycan müəlliminə bir baxaq, bir tarixə bir nəzər eləyək ki, Azərbaycan müəlliminin nüfuzu və yaxud da şagirdin, valideynin, məktəbin münasibətlərinin normal olduğu münasibət məhz bu qiymətləndirmənin tətbiq olunduğu demək dövrə qədər idi. Ondan da bitdi. Azərbaycan təhsili 90-cı illərin çətin dövründən keçdi. Yadınıza gəlir, 2 müəllimlərin bir çoxu getdi təhsildən, ailə, dolar, o vaxt Respublika yeni qurulmuşdu, problemlər çox idi, amma reallıq nə idi? Yenə təhsil bu qədər bərbad deyildi. Yenə təhsil bu qədər bərbad deyildi. Bəs nə baş verir? Yəni, bu təhsildə vəziyyəti düzəltmək istəyən şəxslər vəziyyəti düzəltmək üçün çox sadə bir şəkildə cəmi cümlətəni bir addım atmaqla qiymətləndirmə sistemini dəyişməlidir. Təbii ki, Emin Əmrullayev və yəni LGBT-ni dəstəkləyən bir nazirin təlim-tərbiyə sisteminin başında olması Azərbaycan xalqına təhqirdir. Azərbaycanın təhsil cəmiyyətinə təhqirdir. Və mən düşünürəm ki, hüquq mühafizə orqanları, təhlükəsizlik orqanları tezliklə Təhsil Nazirliyində baş verənləri tam araşdırıb Cənab Prezidentə məruzə eləyəcəklər və bu LGBT kimi düşünən, feminist kimi düşünən Əmrullayev və Elnur Əliyev cütlüyü oradan təmizlənəcək. Amma reallığın başqa bir tərəfi odur ki, bax, müəllim kim idi bizim gözümüzdə? Biz müəllimi necə təsəvvür edirdik? Biz müəllimi yatmayan, yemək yeməyən, digər formada təsvir edirdik. Amma bugün biz müəllimi, həmin bu qiymətləndirmə tətbiq olunandan sonra kağız pulu, rəng pulu, printer pulu, digər pulu, bunların böyrünə fond pulu, nə bilim, süpürgə pulu, digər pullar adı ilə müxtəlif mükəlləfiyyətlər daxil oldu siyahıya. Bununla tanımağa başladıq. Və nəticə etibarı ilə bugünün özündə belə hələ də bu sistem Azərbaycan müəllimini və Azərbaycan məktəbini nüfuzdan salır. Nə böyük şeydir bu qiymətləndirməni dəyişdirmək. Gəlin dünya praktikasına baxaq, beynəlxalq təcrübəyə baxaq. İstər Amerika, istər Avropa, istər Asiyada təhsil inkişaf etmiş ölkələrə baxaq. Axı bu sistemdə qiymətləndirmə bizdəki kimi eybəcər deyil axı. Bu summativ pulu nə deməkdir? Ya bunu hərflər üzrə ilə qiymətləndirməni, ya rəqəmlər üzrə ilə, ya bal üzərində ilə qiymət. Çünki valideyn tədris prosesində tərəfdir. Əmrullayev.
Bildiyim qədər Əmin Əmrullayevin övladları özəl məktəblərdə, özdə ölkənin ən bahalı özəl məktəblərinin birində oxuyur. Və onun ümumi təhsildə elə bir, yəni heç olmasa inanıram ki, o nazirlikdə işləyən yoldaşların övladları ümumi təhsil məktəblərində oxuyurlar. Bu vəziyyəti heç olmasa biri ona başa salsın. Ona başa salsın. Çünki insanın gözü dönüb. İnsanın konkret gözü dönüb. İnsan sanki Azərbaycan dövlətçiliyinə meydan oxuyur da. Nə istəyir onu eləyir. Və mən fərqli düşünürəm, fikirləşirəm ki, Emin Əmrullayev bilir son günləridir, son bəlkə də həftələridir, son vaxtlarıdır. Ona görə son addımlarını atır da, nə olar olar. Aydındır mı? Amma reallıq ondan ibarət ki, axı biri başa salsın ki, bu qiymətləndirmə yerimir də, 17 ildir yerimir. Tətbiq etmək mümkün deyil. 17 ildə Azərbaycan müəlliminin ən azı 60-70% yenilənib. Bəzən deyirlər, utanmadan deyirlər, bizim müəllimlər, 2013-dən sonra müəllimliyə gələnləri bizim müəllim adlandırırlar da. Yəni, mən başa düşmürəm, təhsildə bizim, sizin var. İnsan nə qədər həyasız olar ki, bu cümləni işlədə bilər. Bununla da işim yox. İndi deyək ki, axı bu bizim müəllim dediyiniz şəxslər də bu formativlə işləyə bilmirlər. Hər il 100-dən artıq məktəb bağlanır da, yəni birləşdirilir filan. Ki artıq 2024-25-ci tədris ili üçün ölkədə ümumi təhsil məktəblərinin sayı 4300 və 4252 enib. Və burada axı bu məktəbləri əgər təmin etməyəcəksənsə və bu qiymətləndirməni tətbiq eləməkdə müəllimi, məktəbi üz-üzə qoyacaqsan. Bu müəllim təbii ki, valideynin hesabına qiymətləndirməni həyata keçirməlidir və nəticədə pulu kim alır? Valideyn alır. Kim alır? Məktəb alır. Və bugün məktəbin və müəllimin bu dərəcədə nüfuzdan düşməsi Emin Əmrullayevə sərf edən vaxtdır. Özün də belə artist kimi, yazıq kimi göstərməyi var ki, güya bu ölkədə təhsil o qədər bərbaddır ki, hətta bizim müəllimimiz belə şəftəli sözünü yaza bilmir. Görün, mən hansı dövrə gəlib çıxmışam. Mən hansı dövrdə demək, nazir postundayım. Amma bir sual verirəm. Bugün Azərbaycanda 150 min civarında müəllim çalışır. Bunun 136 min, 137 min arası müddətsiz müqavilə iləndir. Təqribən bir 14 min civarında da müəllim müddətli müqavilə ilə hər il işləyir. Və bu 12 il ərzində müəllimlərin ən azı bir 70%-i yenilənib. Əvvəlki müəllimlər çalışmaya şərtinə çıxır. Diaqnostikdə bir hissəsi getdi. Sertifikasiya 2 ildir, bir 5 müəllim getdi. Yeniləri gəlir bunların əvəzinə. Və bu 12 ildə sən hər il sistemə 8 mindən 10 minə qədər adam götürürsən. Demək, sistemdə işləyənlərin 70%-i artıq sənin dövründə gələndir. Axı bu yeni gələnlər də formativ qiymətləndirməklə işləyə bilmirlər. Demək ki, bu işləmirsə, bunu daha asan bir metoda, daha asan keçirmək lazımdır. Axı, sən biliyi, savadı, bacarığı, Əmrullayev İngilis dilini bilməklə keçsən. İngilis dilini bilənlə oturub danışsan, bəlkə İngilis dilində fərqli başlı bilmirsən. O, yol əfəlatında deyil, heç Fransiskada deyilmiş. Yəni, İngilis dilində danışmaq və yəni, akademik dildə olmaq ayrı şeydir. İngilis dilində anlayıb danışa bilərsən, amma İngilis dilini bilənlərin yanında bəlkə heç sən sıfır vəziyyətindəsin.
Amma sən ingiliscə danışa bilirsənsə, daha bir adama ki, source 70.000 manat sənin bir ildə pul qoyub. 2023-24-də Source-un universitetinə getmişsən və bir il üçün Source 70.000 dollar grant ayırıbsən. Yox, çıx briefingə, deyinə ki, yenə vicdandan nağıl danış və deyinə ki, bu belə olmayıb. Amma deyirəm, gözündən gəlsin. Bu Source-a qədər dövlət səni 4 il burada oxuturdu. Dövlət səni 11 il məktəbdə oxuturdu. Heç olmasa 3 ilin bağçada keçdi. Və yenə gözündən gəlsin, 2008-12-ci ildə yenə dövlət göndərdi səni, dövlət hesabına getdin Amerikaya oxumağa. Bütün bunlar hesab deyil, bir Source-un verdiyi 70.000 dollar hesabdır. İnsan nə qədər nankör olar? Xalqına, millətinə, vətəninə, dövlətinə nə qədər dönük olar? İndi bu qiymətləndirməni dəyişmək üçün bir addım atmaq lazımdır. Dediyim kimi, dünyanın bütün təhsil inkişaf etmiş ölkələrdir. Ya bunu hərflə A, B, C, D ya, yəni digər ölkələr necə eləyir? Paylaşaq yayımı. Çəkinməyin. Nə qədər ki, Azərbaycan müəllimi belə çəkincən, qorxaq olar. Təbii ki, anlağı üstündə olmayan bir adam Təhsil Nazirliyində 100 lira hoqqadan çıxacaq və müəllimin əvəzçilik pulunu verməyə göstəriş verəcək olmaz. Amma digər tərəfdən LGBT-yə 10.000 manatlarla pul ayıracaq. Feministlərə 100.000 manatlarla pul ayıracaq. Milyonlarla pul ayıracaq. Təhsil büdcəsindən mən keçən dəfə oxudumda o layihələri gördünüz də bu. Emin Əmrullayevin ayırdığı pullardır bunlar. Təhsil büdcəsindən ayrılmış pullardır. Bu qiymətləndirməni dəyişmə artıq alınmır da. Hər bir valideynin hüququdur ki, övladının gündəlik təlim nailiyyətlərini bilsin, məlumatı olsun. Bu qiymətləndirmə sistemi valideynin gözünü bağlayır. Gəlir, gedir. Hə, anlayır, qavrayır, oxuyur. Gəldi, bir aydan sonra kiçik summativ qiymətləndirmə keçirildi, 2 aldı, 3 aldı. Valideyn agresivləşir. Necə olurdu? İndiyə qədər anlayırdı, qavrayırdı, oxuyurdu, yazırdı, pozurdu. İndi 2 aldı, 3 aldı. Günahkar kimdir? Müəllimdir günahkar. Günahkar kimdir? Məktəbdir günahkar. Bugün valideyn olanlar, baxın, o summativ pulu ilə sınağa çəkilmiş o şagirdlərimizin övladları da indi məktəbə gəlir. Ona görə müəllimə o dərəcədə hörmət qalmır. Üstəgəl də ki, hər bayramda çıxırsınız orada şou göstərirsiniz. Bir-birinizə 8 Martda bəy demirsiniz, xanım demirsiniz, hədiyyə verirsiniz, təltif edirsiniz. Bu yandan da məktəblər pul yığır, müəllimlər pul yığır. Məktəbi, müəllimi cəmiyyətin gözünə salmaq bu çox xətalı bir məqamdır. Cəmiyyət təhsilin, tərbiyənin üzərində qurulur. Təməl oradır. Emin Əmrullayev xaricdə onu necə öyrədiblərsə, məhz təmələ zərbə vurur. Deyəcəksiniz ki, 5 ildir də nazirdir. Emin Əmrullayev Təhsil Nazirinin ilk gəldiyi sektor müdürü olub. Hər şey şünas olub. Bütün hallarda, bütün layihələr onun əlində olub. Bütün maliyyə məsələləri də onun əlində olub.
və həmişə də sözü keçir. İstər Mikayıl Cabbarovun vaxtında, istər Ceyhun Bayramovun vaxtında həmişə də eşitiblər onu. Bu zarafat deyil, bu adam birbaşa sektor müdiri gəlir Təhsil Nazirliyinə, layihələr üzrə. Sonra Ümumi Təhsil Şöbəsinin müdiri keçir. Bütün layihələri həyata keçirdir. Nazirlikdə bütün şöbələrini demək olar ki, rəhbərlik işləyir. Təhsil İnstitutunda 5 ildir nazirdir. Artıq indi kələfin gücünü itirir. Çünki Emin Əmrullayev həmişə günahı başqalarında görür. Ki, o mələkdir, onu qoymurlar işləməyə. Yalandır. Bu artistlikdir. Onu işləməyə qoymaq, bəlkə də inanmıram ki, amma məsələn Elnur Əliyev, Elnur Əliyev idarə edir onu, başa düşdük. Amma heç olmasa bu qədər zəhərlənirlər, bu qədər dövlət büdcəsinə uğrayırlar. Heç olmasa müəyyən bir işlər görülməlidir də. Amma mən düşünürəm ki, Emin Əmrullayevə sərf eləyən variantdır ki, Azərbaycan məktəbi həmişə belə bataqlıq, çirkab içində olsun. Yenə deyirəm, artist kimi çıxıb, bax görürsünüz, belədir də, budur vəziyyət. Bəli, real vəziyyət deyilənlərdən qat-qat ağırdır. Amma yaxşı, sual olunur, Emin Əmrullayev, sən neynəmisən? Neynədin? Son 13 ilin, 12 ilin, 10 ili sənlə bağlıdır. Və adama deyərlər ki, gözündən gəlsin, elə təkcə istedadlı uşaqlarla iş layihəsindən milyonlar qazanmısan. Hətta səni nazir təyin eləyəndə belə, Cənab Prezident bir arqument dedi, istedadlı uşaqlarla iş. Amma nə işlədiyin təhsil institutunda olduğun, direktor olduğun dövrdə və yaxud da nazir olduğun dövrdə və yaxud da xaç atan indi oradadır, təhsil institutundadır. İstedadlı uşaqlarla iş bir metodologiya yoxdur. Bir balaca olimpiyadalarda şəffaflığı qurmuşdunuz, onu da, orada da nəfsiniz durmadı. Yəni, mən təsəvvür eləyə bilmirəm ki, bir insanın mədəsi nə boyda olar, nəfsi nə qədər olar. Görün, bunlar gördülər ki, istedadlı uşaqlarla iş bir qədər, belə deyək, effekt verir. Dərhal, güya, lisey gimnaziyalara demək, təyin etdilər mərkəzləşmiş imtahan. Təsəvvür edin. Humanitar təmayüllü gimnaziyaya sənəd verən adamla fizika, riyaziyyat, informatika təmayüllü liseyə sənəd verən insan eyni imtahanı verir. Kim yuxarı bal topladı? Mən qərar verirəm, sən fizika, riyaziyyat təmayülliyə get, sən get humanitar təmayüllü gimnaziya. Bu hansı yanaşmadır? Bu nədir? Bu nə düşüncədir? Və təbii ki, görürsünüz, son vaxtlarda bu istedadlı uşaqlarla işi də çevirdilər biznesə. Dedik, o hoppidir, belə əzəb sözlər qoyurlar. İngilis dili olimpiyadası, nə bilim, riyaziyyat olimpiyadası, asmo, sasmo, nə bilim, kenguru, nə bilim, nə, indi birazdan, nə bilim, hansı olimpiyada. Bunu da keçidlər biznesə. İndi də artıq bilirlər idarə olunmur, amma yenə bilirlər ki, vaxtlarına çox az qalıb. Bilirlər vaxtlarına az qalıb və indi də düşünürlər, neynəsinlər, bəlkə vəziyyəti uzatdılar, bəlkə tali üzlərinə güldü, onda demək, onda biz cəsus şəbəkəsi yaradaq. Nədir cəsus şəbəkəsi? Çünki bilirlər, regionlarda öz başına alır. Gəncə Daşkəsəni görürsünüz də vəziyyət nə yerdədir. Gəncə Daşkəsəni görürsünüz vəziyyət nə yerdədir. Digər regionlarda da problemlər çoxdur. Amma Gəncə Daşkəsəni bilərəkdən qıcıqlandırırlar insanları və oradakı təhsil cəmiyyətini filan.
Və üstəgəl indi regionlarda işləyənlər də tək məsələn ki, yaxşı kadrlarımız da var axı. Yəni bütün hamını demək olmaz axı düzgün deyil. Etiraz edə bilmirlər, dərhal işdən uzaqlaşdırırlar. Məsələn, tutam ki, burada Emin Əmrullayevin xaç atəsi əgər deyək ki, Elnur Əliyevdirsə, Gəncə Daşkəsəndə o Elçin Kərimovdur da, onun xaç atəsi orada Rövşən Kərimovdur. Yəni kassadır da, bunlar pul gətirən adamlardır. Bunlar bu gözlə təhsilə baxırlar. Və demək, burada da məsələ biraz fərqlidir. Regionlarda get-gedə Emin Əmrullayeva və Elnur Əliyev özbaşınalığına qarşı getdikcə regional təhsil idarələrində işləyən şəxslər, nazirliyin özündə, müddədə işləyən şəxslər arasında narazılıqlar artmaqdadır. Bu narazılıqlar ki, çıxartmaq, ki, bəs məktəb rəhbərləri arasında üzə çıxartmaq üçün bir casus şəbəkəsi, müasir metodist şəbəkəsi hazırlayırlar. Bu insanlar nə qədər təhsildən qanmırlar ki, mən üzr istəyirəm, bəzən dilə yaşamam, niyə belə danışsın? Mən akademik danışıb, Emin Əmrullayevə nəyi izah edeyim? Çıxsın, bugün təhsil institutunda 34 şöbəsi var. Müddəsi var. Onun nazirliyi var. Çıxsın, ümumi təhsil üzrə bir mütəxəssis çıxartsınlar, akademik danışaq. Nəzəri və praktik cəhətdən, əgər desələr ki, yox, Qafarov, sən bunu düz demirsən, mən təhsildən danışmaram. Bunu əvvəlki təhsil institutunun rəhbərinə də demişdim. Bu insanlar LGBT-nin maliyyətçidirlər. Bunlarla nə danışın vətəndən, nə danışın millətdən, nə danışın dövlətə xidmətdən. Yəni, dövlətin elədiyi bunun gözündən gəlsin. Bəyək sadaladım, məktəbə qədər təhsildən tutmuş, xaricdə təhsilə qədər dövlət nə qədər sənə vəsait qoyub. İndi bir sors 70.000 dollar pul verib, düşüb bu dövlət büdcəsindən elədiklərinə bax. Hələ məlumat yayılır ki, Ağşəhərdə Elnur Əliyev bir blok, bir yüksək mərtəbəni alıb, Emin Əmrullayev də bir blok. Olar, yəni bu boyda qazancı bunlar xaricə çıxarda bilmirlərsə, burada kimlərinsə adına eləyəcəklər. Təhsil institutu bugün mailə fırıldağıdır, başdan ayağa. Təlimçilər, təlimi satmaq, layihəni satmaq. Və Elnur Əliyev bunu təlimçilər çox yaxşı bilirlər təlim kimin adı ilə satılır. Elə Nəzkət Mehdiyevanı niyə tez-tez qabağa verirlər? Və bütün maxinasiyalarda bu insan bunların yanındadır. Yəni bunlar bazar gözü ilə idarə edirlər. O baxımdan deyirəm ki, bu şəkildə müasir metodist özlərinə şəbəkə yaratdılar. Hansı narazılıqları var? Hansı narazılıqları regional təhsil idarələrindən, təhsil idarə etmə orqanlarından kimlər dəstəkləyir? Yoxsa ki, bu qanmazı biri başa salsın ki, ibtidai sinifin metodikası ayrı şeydir, ayrı anlayışdır. Kimya fənninin metodikası ayrı anlayışdır. Riyaziyyat fənninin metodikası ayrı anlayışdır. Mən hansı dildə danışım Əmrullayev başa düşsün? Tarix fənninin metodikası ayrı anlayışdır. Sən əgər məktəblərdə müasir metodist o Sokardan gətirdiyini də verib ora qabağa ki, müsahibəni aparım. Yəqin ki, təhsil institutu səhifəsində gördünüz. Sən əgər bir məktəbdə 18 fən tədris olunur. Bu 18 fəndən cəmi 2 fən eynidir. Yəni, Azərbaycan ədəbiyyatı eyni kadr hazırlığı ilə, yəni eyni müəllim tədris edir. Bir də tarix, Azərbaycan tarixi. Bu 18 fən üzrə bir də ibtidai metodikada ayrıdır. Üstünə gəldi bir dənə, oldu 19. Olsun 15. Yaxın fənləri birləşdirdi.
Bunun hər məktəbə 15 metodist təyin eləməlisən. Əgər sən müasir metodistlikdən danışırsansa, hələ sənin metod kabinetlər, elədiyin metod kabinetlər niyə işləmirdi? Bir metodistə 300 müəllim düşürdü. Metodist alırdı 400 manat maaş. Onun evdən çıxıb işə gedib gəlməyinə heç evindəki çörək pulunun yarısı çatmırdı. O necə gedib məktəblərdə metodist görməyi göstərərdi? Sən əgər müasir metodist layihəsini həyata keçirmək istəyirsənsə, mən bunu xahiş edirəm. Bilirəm, nazirlikdən olan yoldaşlar da baxır. Göndərin ona ki, necə ifadə edeyim ki, biraz uyğun olsun. Ona layiq olan sözlər çoxdur, sadəcə efir üçün deyil. Bu adam LGBT-yə pul ayırır. Bunu başqa cür necə adlandırasan? Bu adam feministlərə pul ayırır təhsil büdcəsini. Bunu mən başqa cür necə adlandırırım? Efirdən adlandıra bilmirəm. İnşallah üz-üzə gələndə deyərəm. Amma reallıq ondan ibarətdir ki, axı sən hər məktəbə 4252 məktəbə hərəsinə 15 metodist göndərəcəksən. Lap deyək 4000-i demədik, 1000 məktəbi deyək. Şagird sayı 1000 nəfərdən yuxarı olan məktəblərimiz təqribən 1200 olmalıdır bildiyim qədər. Hər məktəbə 15 metodist göndərənsən, sənin ibtidai sinif müəllimin gedib kimya müəlliminə kimyanın metodikasını öyrədəcək. Bu nə yanaşmadır təhsillə? Sənin Azərbaycan ədəbiyyat müəllimin gedib riyaziyyat müəlliminə riyaziyyatın metodikasını öyrədəcək. Ümumiyyətlə anlayışın var sənin bu metodika. Anlayışın var metodika nədir? Var mı anlayışın? Metodika nə olan şeydir? Mən nə deyim? Bəyənin, yayımı paylaşın. Müəllimlər, qorxmayın. Qorxmayın. Bəzi müəllimlər mənim çıxışımdan sonra gecədə deyir, yata bilmirlər ki, Emin Əmrullayev belə sərt tənqid edir. Yəni, Emin Əmrullayev Azərbaycan təhsil tarixinə qara ləkədir. Bu ləkəni biz qoruyub saxlayırıq təhsildə. Bizim qorxaqlığımız. Təhsildə baş verənləri görmürsünüz siz. Görmürsünüz, hər şey əldə xəmir kimi axıb gedir. Nədən yapışırıq budur? İnsanın zərrə qədər belə bir düşüncə tərzidə deyək ki, normallığı olan, yəni metodiki işi qurmaq üçün metod kabinetləri ləğv edəsən və müasir metodist layihəsinə başlayasan və deyəsən ki, 96 metodist işə götürmüşük və bu metodistlər min neçə yüzdən görüş keçiriblər. Nə deməkdir bu? Sonra da xırıldıb qalxıb deyəsən ki, bu vicdan məsələsidir. Müəllim demək repetitorluğuna məşğul olur. Mən repetitorluğa qarşı həmişəyəm və repetitorluq əvvəla pis bir iş deyil. Repetitorluq edənlər Emin Əmrullah kimi gedib LGBT-ni dəstəkləmir. O qrupda deyirlər. Onlarla oturub durmurlar. LGBT-ci deyirlər. Feminist deyirlər. Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı xəyanət yolunu tutmayıblar. Sorsun köpəyi deyirlər. Azərbaycan müəllimi repetitorluğu ilə çörəyin qazanır. Hə, bu dərəcədə genişlənib və negativ hallar var, aydın məsələdir. Aydın məsələdir, olmamalıdır. Bu dərəcədə olmamalıdır. Və yaxud da ki, repetitorlar, bir çox müəllimlər uşaqları sıxışdırmamalıdır yanıma gələsin. Neyinir ki repetitor? Canın qoyur, ömrün qoyur.
Sənin məktəbdə ona verə bilmədiyin pulu qazanır. Neyini repetitor? Sənin kimi dövlətin büdcəsini oğramır ki. Utanmadan qayıdıb demir ki, olimpiyada niyə pulla olmalıdır? 150 euro ödürük, niyə pulla olmalıdır? Axırıncı briefinginə baxmışsınız da onu. Bu nə yanaşmadır? Mən müasir metodist layihəsini həyata keçirirəm. Nə verirsən o metodistə? 400 manat maaş verirsən. Elə metod kabinetə də verirdin də. Metodistə də verirdin də. Hə, 14 saat dərs apara bilər. Metodistə də verirdin də 10 saat dərs. Sonra başqa o məktəblərə ki göndərsən, ezamiyə xərcləri verirsən mi onlara? Bu nə deməkdir? Sən Əmrullayev hələ qalmır ki, sertifikasiyanın keçirilməsi, yəni bu formal idi birinci sertifikasiya. Belə də davam eləyəcək, çünki biz beyinlərimizi öyrəşdirmək lazımdır. Çünki müstəqilliyimizin 30 ilini keçmişdik biz. İndiyə qədər müəllim peşəkarlığının ölçülməsi olmamışdı. O 94-cü ildə olan o yalansız attestasiyanı çıxmaq şərti ilə. Necə diaqnostik qiymətləndirmə müəllimi biraz oyatdı. Bu sertifikasiya, hələ sertifikasiya 2027-dən sonra başlayır. Əsl sertifikasiya o zaman gələcək. Və sən zallarda, əksəriyyətində, hamısında yox, əksəriyyətində elementar bir nizam intisamı yarada bilmədin. Sən nizam intisamı belə yarada bilmədin. Köçürdən kim, yazan kim, hamısı yox, amma zalların əksəriyyətində belə oldu. Bir çoxlarında isə təhsil idarə etmə orqanları kimlərdən nə almışlarsa həmin o intisamsızlıq olan zallarda idilər onlar. Bunlar da faktlardır. Reallıq budur. Və belə bir şəraitdə 51 bal toplayana sən deyirsənsə metodist. Yenə deyirəm, onların aralarında doğrudan da yəni layiq olan yoldaşlar da var. Sənin düşüncə tərzin budur tərsinə qarşı. Sən getmir o məktəbə bax ki, nə? Onun dərs dediyi məktəbə, sinifə bax ki, nə? Onun işlədiyi direktor müavini müəllimindən soruş hələ. O 51 priz toplayanların böyük bir hissəsinin, hamısını demirəm, haqqına girmək olmaz. Bizim çox orada bazarlı müəllimlərimiz var. Müəllim üzərində daim işləyirsə, onun üçün 60 bal toplamaq elə böyük problem deyil. Amma o 51 bal toplayan içərisində, bəlkə də sənin elə metodistlərinin içərisində, çünki sən bala baxırsan orada. Onu gətirib sən metodist qoyursan, şərtdə qoyursan ki, əsas odur ki, 51 baldan yuxarı bal toplayasan. Sənin təhsilə yanaşman budur. İdarə etmən budur. Aydındırmı? Sənin idarə etmən budur. Və nəticə etibarilə Azərbaycan təhsilinin vəziyyəti göz qabağındadır. Mən düşünürəm və bu müasir metodist layihəsi əslində Elnur Əliyevin yeni cəsus şəbəkəsinin yaradılması ilə bağlıdır. Mən düşünürəm keçək sizin suallarınıza. Müasir metodist layihəsi əslində Elnur Əliyevin yeni cəsus şəbəkəsinin yaradılması ilə bağlıdır. Bəyənin, paylaşın. Mən düşünürəm keçək sizin suallarınıza. Müasir metodist layihəsi əslində Elnur Əliyevin yeni cəsus şəbəkəsinin yaradılması ilə bağlıdır. Bəyənin, paylaşın. Mən düşünürəm keçək sizin suallarınıza. Müasir metodist layihəsi Elnur Əliyevin yeni cəsus şəbəkəsinin yaradılması ilə bağlıdır. Bəyənin, paylaşın. Belə keçək sizin suallarınıza. Müasir metodist layihəsi Bəyənin, paylaşın. Belə keçək sizin suallarınıza. Müasir metodist layihəsi keçək sizin müasir metodist marağı nədir? Getsin məktəbləri gəlsin, təlimə dəstək
mərkəzi yaradılmışdır. Bakı müasir metodist. Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı müasir metodist. Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı müasir metodist. Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı müasir metodist. Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı müasir metodist. Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı müasir metodist. Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı müasir metodist. Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı müasir metodist. Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı Marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Bakı tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi yaradılmışdır. Tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi tam marağı nədir? Getsin məktəbləri gəlsin. Təlimə dəstək mərkəzi tam marağı nədir? Getsin məktəbləri gəlsin. Tam marağı niye məktəblərimizdə harda yazılır? Öz niyə qeydət var? Niyə məktəblərimizdə harda yazılır? Niyə qeydət var? Özlərim arasında niyə məktəblərimizdə harda yazılır?
Özlerim arasında niye mektepler gözlerim Özlerim arasında niye mektepler gözlerim Özlerim arasında niye mektepler Özlerim arasında